Belə bir sualın izahına baxaq. Burada bizə deyir ki, A, B ardıcıl tək natural ədədlər və A plus 1 bölünsün B plus 1 bərabərdir 24 bölünsün 27 olarsa, A üstəgəl B cəmini tapın. Biz bilirik ki, ardıcıl tək natural ədədlər bir-birindən 2 vahid fərqlənirlər. Yəni biz B-yə A plus 2 deyə bilərik. Bu halda A üstəgəl 1 bölünsün B üstəgəl 1 bərabərdir. Burada hər tərəfi 3-ə ixtisar aparsaq, 8 bölünsün 9 qalacaq. B-nin yerinə də A üstəgəl 2 yazsaq, A üstəgəl 1 bölünsün A üstəgəl 3 alınar. Burada çarpaz vursaq, A üstəgəl 3 vurulsun 8 bərabərdir A üstəgəl 1 vurulsun 9 olacaq. Mötərizəni vurub açsaq, 8A üstəgəl 24 bərabərdir 9A üstəgəlsin 9. Burada A bərabərdir 15 tapacağıq. Digər tərəfdən B-yə biz A üstəgəl 2 demişdik. Onda B bərabər olacaq 15 üstəgəl 2-yə, yəni 17. Bizdən soruşduğu isə A üstəgəl B cəmidir. A üstəgəl B bərabərdir 15 üstəgəl 17, yəni 32.